Zərf videosunda uşaqlar yarımçıq qalmışdıq. İndi məna növlərindən davam edək. Bəs bayaq qeyd etdik ki, zərfin mənaca 4 növü var. Tərz hərəkət, zaman, yer və kəmiyyət. Başlayaq tərz hərəkətdən uşaqlar. Deməli, tərz hərəkət zərfləri uşaqlar. Hərəkət. Bu zərflər hərəkətin, bəzən də əlamətin tərzini bildirir. Sualları necə, nə cür, nə vəziyyətdə, nə tərzdə, nə vəziyyətdə, belə qısa yazıram, nə tərzdə, bu kimi suallar olur uşaqlar, yadda saxlayın. Yəni, bunlardan birinə cavab verir ki, bunlar da deyilir tərz hərəkət zərfləri. Quruluşca 3 cür olur uşaqlar, deməli, sadə, düzəltmə və mürəkkəb olur. Sadələr, məsələn, bayaq dedik, məsələn, yaxşı, pis, ağır, yaman, təkrar, məsələn, deyə bilərik, məsələn, bərk sözü, qəşəng deyərəm, iti və s. Neysə, bunlar görürsünüz sadədə bir kökdən ibarətdir. Bəs düzəltmələrə nə deyərik? Düzəltmələr bayaq şəkilçəri izah elədik də digər videoda. İndi onlara uyğun dahiyanə, deyirəm ki, dahiyanə danışdı. Necə danışdı? Dahiyanə, dahi kök, yanə şəkilçi. Çünki görürsünüz, necə sualına cavab verir. Necə danışdı? Dahiyanə danışdı. Olur tərz hərəkət və düzəltmə, çünki şəkilçimiz var. Və yaxud qəhrəmancasına, çəpəki, daxilən, məsələn, rusca danışır. Necə danışır? Bu da tərzi hərəkət zərfi olacaq, düzəltmə. Bir də uşaqlar, ən məşhur biri var. Uşaqlar çox vaxt qarışdırır bunu. Birdən sözüdür. Birdəni çox vaxt götürürlər zaman zərfə. Zaman deyil, yadda saxlayın. Birdən tərz hərəkət zərfidir. Deyirəm ki, birdən qapı döyüldü. Yəni, birdən uşaqlar, burada yəni nə vəziyyətdən, nə halda, qəfildən, o anlamı bildirir. Birdən zaman bildirmir ki, nə vaxt qapı döyüldü. Xeyr, nə vəziyyətdə, ya da necə. Bax, bu suallara cavab verir. Tərzi hərəkətdir bu da. Tərz hərəkətdir. Yadınızda saxlayın, düzəltmə. Sonra bədahətən sözü var. Bədahətən uşaqlar sadədir. Bunu da yadda saxlayın. Yəni, çaşıb ən şəkilçisinə uyğun götürməyin. Bədahətən olmur. Aydındır. Bədahətən sadədir. Bu da belə. Əsas məsələləri əslində burada izah edirəm. Və yaxud alçaqdan sözü. Bu da alçaqdan. Bu da düzəltmə hesab olunur. Yadda saxlayın. Sonra qəfildən. Bu da düzəltmə, tərzi hərəkətdir. Sürətlə, nə bilim, təəccüblə. Dedim, bayaq ehtiyatla get, sürətlə getmə və yaxud eyni şəkildə necə sualına cavab verir, tərz hərəkətlə düzəltmədir. Bəs mürəkkəbi necə olur? Gəlin, baxaq. Bir də buna düzəltməsinə birində deyim, birlikdə sözüdür. Bax, birlikdəni 2 cür verərsə, deyər ki, birlikdə oturmuşduq. Necə oturmuşduq? Belə versə, olacaq zərf düzəldən şəkilçi. Amma bir də var, deyirəm ki, birlikdə qüvvət var. Məsələn, birlikdə. Nədə? Bir sözün kökü birlik, birlikdə. Nədə sualına cavab verdiyinə görə o olacaq yerli hal. Yəni, kontekstə görə fərqləndirəsiniz bunu uşaqlar mənaya görə. Bəs mürəkkəb, tərzi hərəkət, buraya yazım, tərzi hərəkət. Mürəkkəb nədir? Məsələn, eyni sözün təkrarına uyğundur. Tərs-tərs baxır. Tərs-tərs baxır. Necə baxır? Tərs-tərs. Görürsünüz, eyni sözün təkrarıdır. Sonra, məsələn, yorğun-arğın. Dediyi tərəflərdən biri ayrılıqda işlənə bilməyən. Yorğun var, arğın yoxdur. Yorğun-arğın gəlib. Necə gəlib? Tərz hərəkət. Tərz hərəkətin sualı necə, nə cürdür? Bu sualı verirsinizsə, 2 söz birləşirsə qutardı. Bu da olur mürəkkəb. Əyri, məsələn, əyri-üyrü yazıb. Baxın, əyri-üyrü yazıb. Necə yazıb? Əyri-üyrü. Və yaxud, məsələn, deyirik ki, nə deyərik? Xısın-xısın. Xısın-xısın. Necə? Xısın-xısın gülür. Sonra
birdən-birə. Məsələn, birdən sözü dediyi axı tərzi hərəkətdir. Birdən-birə də tərzi hərəkət olacaq. Yəni bu zaman deyil. Və yaxud at üstü, daban basma, nə bilim, əvvəldən axıra, bayram sayağı, əyri-əyri, eyni sözün təkrarı, yan-yana, söz arası. Bunlar da gedir mürəkkəb tərzi hərəkət zərfləri. Bir şey yadda saxlayın ki, bu tərzi hərəkət zərfləri əlamətə də aid ola bilər. Necə olur? Yəni diqqətli olun burada. Məsələn, yaman deyirəm ki, yaman ağıllıdır. Bax, yaman necə, nə dərəcədə? Yəni burada necə, daha doğrusu, nə dərəcədə yox. Necə sualına cavab verir? Tərzi hərəkətdə ağıllıdır da sifətdir. Görürsünüz, sifət aid olur, əlamət aid olur. Aha, və yaxud deyirəm ki, daban-dabana sözü var, ha, bax o da var. Tərzi hərəkətdə mürəkkəbdir. Daban-dabana ziddir. Məsələn, daban-dabana ziddir. Xəttimə görə üzürlü sayın, biraz tez-tez oldu. Aha. Bu da deməli əlamətə aiddir, tərzi hərəkətdir. Amma uşaqlar, yadda saxlayın ki, tərzi hərəkət zərfləri cümlədə təbii olaraq nə olur? Tərzi hərəkət zərfliyi olur. Zərfliyin işarəsi budur. Zərfliyin də məna növləri var. Sintaksisdə keçəcəyik sizlə. Tərzi hərəkət var, nə bilim, miqdar var, məqsəd var, o falan filan belə var. Tərzi hərəkət zərfi, tərzi hərəkət zərfliyi olur. Bunu yadda saxlayın. Amma uşaqlar, qoşmalı sözlər də hərəkətin tərzini bildirir. Amma bilək ki, bunlar tərzi hərəkət zərfi deyil. Gəlin baxaq. Nümunə deyəcəm sizə. Deyirəm ki, nə deyək, məsələn, Aysel uşaq kimi küstü. Kim? Aysel. Küstü nə etdi? Necə? Uşaq kimi. Tərzi hərəkət zərfliyi oldu. Tərzi hərəkət zərfinə oxşuyur. Çünki necə sualına cavab verir, həm də feilə aiddir. Amma zərf deyil. Niyə zərf deyil? Çünki uşaq nədir? İsim. Kimi nədir? Qoşma. Burada zərf görürəm mən. Yox. Bu zərfli olur. Amma zərf olmur. Bunu yadda saxlayın. Yadınızda saxlayın ki, tərzi hərəkət zərfləri qoşma ilə işlənmir. Bunu qeyd götürün özünüzə. Tərzi hərəkət zərfləri qoşma ilə işlənmir. Bu da belə. Sonra, ismi xüsusiyyətlərini də bilin ki, qəbul etmir demək olar, yəni isimləşmir. Yəni bu gördüyünüz isimdir, qoşmalı isim. Всё. Siz amma maksimum bu hərəkətin tərzini bildirən bu feili bağlama var ha. Bu feili bağlama ilə tərzi hərəkət zərfini qarışdıra bilərsiniz. Amma qarışdırmamağınız üçün mən sizə burada indi nümunələr verəcəm. Bunları fərqləndirməyin yolunu izah edəcəm. Gəlin fərqləndirək. Necə fərqləndirəcəyik? Bax, məsələn deyirəm ki, nümunə yazıram. Düşünmədən danışma. Danışma. Bir bunu yazıram. Bir də deyirəm ki, məsələn, nə deyək? Məsələn. Aha, bax, 2 dənə nümunə yazıram, görürsünüz. Düşünmədən danışma, ucadan danışma. İkisi də feilə aiddir, düzdür. İkisi də necə sualına cavab verir? Bəli, düşünmədən necə? Bu da olur zərfli, bu da olur tərzi hərəkət zərfli, ikisi də. Bəs hardan bilim hansı tərzi hərəkət zərfidir, hansı feili bağlamadır? Kök və şəkilçi ayıracağım. Düşünmək kök. Madam mədən qrammatikdir. Madam mədən harda keçmişik? Feili bağlamada. Ucadan, uca kökdür. Dan burada leksikdir. Harda keçmişik? Bunu da zərf düzəldən şəkilçidə. Deməli, bu olacaq zərf, birinci də olacaq feili bağlama. Ayrıca bunların fərqlərində nələr var? Uşaqlar, feili bağlamada hərəkət mənası var. Axı, feil deyirəm ağzımda. Düşünmək feili var, hərəkət var burada. Təsdiq və inkarda da işlədə bilərsən bunu. Düşünmədən, məsələn, düşünmək sözün təsdiqdə işlədə bilirsən də düşünürəm ya da düşünmürəm. Aydındır. Ucadan sözün amma uşaqlar təsdiq ya da inkarda işlədə bilməzsiniz. Ucadan çünki zərfdir. Zərfi nədər təsdiqdə işlədim ya da inkarda? Təsdiq və inkar olmaq feilə aid xüsusiyyətdir. Bu da belə. Sonra
Yəni əsas məsələ odur ki, fe'li bağlamanın özünün şəkilçiləri var. İb var, araq var, madan, sonra AE şəkilçisi var. Bu şəkilçilər zərfdə yoxdur. Bunu yadda saxlayın. Bir də uşaqlar bir şeyi diqqətinizə çatdırım. Bayaq Babək bitişdiricisi dediyəm. Onlardan istisnalarımız düzdür, sifətdə demişəm, amma yenə deyim. Rəngbərəng, cürbəcür, bir də növbənövdür. Rəngarəng sözümüz də var, o heç bu A bitişdiricisine aid nümunədir. Bax, bunlar uşaqlar mürəkkəb sifətdir, yadda qalsın. Bunlar zərf deyil, bunlar sifətdir. Rəngbərəng, cürbəcür, növbənöv, rəngarəng. Gəlirəm zaman zərflərinə uşaqlar. Zaman zərfləri hərəkətin zamanını bildirir. Nə vaxt, haçan, nə zaman, yəni bu tip suallara cavab verir uşaqlar. Quruluşca üç cür olur. Sadə düzəltmə mürəkkəb. Sadələrə nümunə desək, məsələn, dünən, misal üçün axşam və yaxud gecə, sonra səhər və s. Yəni bunlar sadələrinə aid nümunədir. Bir də bir ikisini deyim, əlavə bunları çaşdırdığım məqamdır. Sırağa gündür uşaqlar. Elə bilir ki, adam elə bilir ki, məsələn bu mürəkkəbdir, iki söz birləşib. Yox, sırağa gün sadədir. Sonra başqa nədə çaşa bilərsiniz? İniş il. Uşaqlar. İniş, il, iniş və il sözlər çaşdırır ki, iniş ayrıdır, il ayrı. Yox, bizdə iniş sözü yoxdur, bizdə eniş var. İniş yoxdur deyə inişi sadə zərf sayılır. Bəzəndir, dərhaldır, erkəndir, daimdir. Yəni bunlar da sadə zaman zərfləridir. Sonra düzəltmələr. Düzəltmələr məsələn, hələlik var. Deyir, hələlik salamat qal. Zaman bildirir də. Çoxdan var. Saydan zərf düzəldir bu. Desəm çoxdan azı çıx, o olur çıxışlı hal. Nədən çoxdan? Yəni isimləşmiş olur. Amma desəm biz çoxdan görüşürük, orada nə zaman sualına cavab verir. Artıq orada olacaq zərf. Yəni uşaqlar ismə aid suala cavab versə, artıq isimləşmiş olur orada. İsim olmur, isimləşir. Çoxdan azı çıxdı, isimləşir də, sayda amma nitq hissəsi olaraq, morfoloji cəhətdən. Amma çoxdan görüşürük, orada zərf olur uşaqlar. Çünki nə zaman görüşürük? Çoxdan. Bu suala cavab verir. Və yaxud hərdən sözü. Bu da hərdən, hərdən. Bu da şeydən yaradır, deməli, əvəzlikdən, təyin əvəzlikdən. Sonra, məsələn, başqa nə deyə bilərik? İndilik sözü var. İndilik, hələlik. Yəni, bunlar da uşaqlar zərf düzəldir, yadda saxlayın. Ayda, nə bilim, qışda, payızda, bunlar da. Ayda ilə bağlı bayaq bir nümunə dedim sizə, baxarsınız o cümləyə, digər videoda var. Sonra əzəldən sözü var. Bunlar da uşaqlar. Yəni kitabdan da oxuyarsınız da. Çünki əzəldən sözü də, yəni düzəltmə zərfdir, zaman zərfidir. Yəni burada nümunələrin hamısını indi deyə bilmərəm. Testdə də qabağınıza çıxdıqca görəsiniz. Bu da belə. Mürəkkəblərə bəs nə deyərik? Mürəkkəb. Məsələn, iki sözün birləşməsi. Hərdən bir. Hərdən bir. Sonra deyərəm, ertəsi gün. Sonra deyərəm, yay qış. Məsələn, görürsünüz, iki söz birləşir də, ya defisləyə ayrı, ya da məsələn, bitişik yazılır. Görürsünüz, bugün zaman bildirir. Və haçandan haçana sözü də var uşaqlar. Bu elə bilirlər ki, deməli, haçandan haçana. Bu elə bilirlər ki, sual əvəzliyidir. Yox uşaqlar, bu əvəzlik deyil. Bu zaman zərfidir. Haçandan haçana. Ya da təzə-təzə, birisi gün, səhərə yaxın. Səhərə yaxın. Bunlar mürəkkəb zaman zərfləridir. Bu da belə. Uşaqlar, zaman zərfləri bəzən ismə aid şəkilçi ilə işlənir, amma isimləşmiş sayılmır. Gəlin baxaq nümunəyə. Deyirəm ki, gecələr, məsələn, gecələr soyuq olur. Gecələr soyuq olur. Bax, gecə kökdür, düz deyil. Lar nədir? Cəmdir.
İsmi adi şəkilçi deyil. Amma cümlədə nə olacaq? Cümlədə olacaq, yəni nitq hissəsi olaraq olacaq zərf. Çünki nə zaman sualına cavab verir? Nə zaman? Gecələr. Aydındır. Zərf olacaq və yaxud məsələn axşamlar olsun, axşamlar soyuq olar ya da axşamlar soyuq olur. Nə zaman? Yəni ismin sualına cavab versə də, daha doğrusu ismin şəkilçisini qəbul etsə də, onun sualına cavab vermir. Ona görə olacaq deməli zərf. Aha. Amma uşaqlar nümunədə desəm, baxın, axşam düşdü. Baxın. Axşam düşdü. Nə düşdü axşam? Burada isim olacaq ha. Burada zərf deməyəcəm. Burada artıq isim olacaq. Nə düşdü axşam? Aydındır. İsim olacaq. Bunu yadda saxlayın. Amma desəm səhər gələrsən, nə zaman gələrsən? Orada olacaq zərf. Bunu da yadda saxlayın. Qoşmalı sözlər. Yenə bunlara toxunacağam. Bunlar zaman məzmunu bildirdiyinə görə zərfə oxşuyurlar, zaman zərfinə. Amma bilməliyik ki, zaman zərflərinin tərkibində uşaqlar zaman məzmunu var. Qoşmalı sözlərdə zaman məzmunu o qoşma ilə işlənəndən sonra yaranır. Gəlin baxaq. İki cümləyə baxın. Gec getdilər, nə zaman getdilər? Bu olur zaman zərfi. Yəni bu necə deyim, təbii, orijinal zaman zərfimizdir. Amma buna baxın. Getdilər, nə etdilər? Düzdür, bunun da sualı nə zaman sualına cavab verir? Bizdən sonra, dəqiqə, bizdən sonra nə zaman? Bu da zərfli idi, zaman zərfli idi, bu da zaman zərfli idi. Amma burada zaman zərfliyi qoşmalı sözlə ifadə olunub birincidə. Qoşmalı söz. Çünki sonra qoşmadır. Bizdən də nədir? Əvəzlik. Amma burada zaman zərfliyi get sözü ilə ifadə olunub. Yəni zərfin özü ilə ifadə olunub. Bax, aradakı fərqi tutun. Ancaq elə sualla da biz bunu fərqləndirmirik də, biz sözün özünə də baxmalıyıq. Bir də uşaqlar, tez var, gec var, nə bilim, gec var, tez var, məsələn. Bu tip sözlər var ki, bunlar zaman zərfi olsa da bəzən tərz hərəkət zərfi də ola bilir. Təbii ki, sualı ilə fərqləndirəcəm. Deyirəm ki, məsələn deyim, nə deyim, Əziz evə tez getdi. Bir də var, deyirəm ki, məktəbdən, belə yazıq. Məktəbə tərəf tez edir. Baxın, Əziz evə tez getdi. Nə etdi, getdi? Necə? Tez. Burada uşaqlar, daha doğrusu necə yox. Evə tez getdi, nə zaman getdi? Burada zamanın sualına cavab verir. Görürsünüz, necə sualını vermək olmur. Evə necə getdi, tez getdi? Yox. Yəni, vaxtından əvvəl getdi də, tez getdi, tez çıxdı, getdi. Burada zaman mənası daşıyır. Amma baxın, Əziz məktəbə tərəf tez yeriyir. Yəni, tez, sürətlə. Hətta mən burada tezin birini silim, baxın. Evə tez yeriyir. Məktəbə tərəf daha doğrusu tez yeriyir. Yəni, sürətlə yeriyir. Görürsünüz, sürətlə anlamın verdiyinə görə mən buna deyəcəm tərzi hərəkət. Amma zaman anlamın verdiyinə görə olacaq bu zaman zərfi. Başqa bir nümunə verim. Baxın, deyirəm ki, xəyal gec yeriyir. Ya da, məsələn, gec yeyir. Yeməyini gec yeyir. Bir də var, deyirəm ki, xəyal, məsələn, gec durdu. Bax, gec durdu. Nə zaman durdu? Zaman olur bu. Bir də var, deyirəm ki, baxın, xəyal gec yeyir. Yəni, sürəti zəifdir də. Burada artıq olur tərzi hərəkət. Aydındır, belə fərqləndirəsiniz. Məsələn, evə tez yeriyir. Bu artıq tərzi bildirir də, yerimə sürətin. Amma deyirəm ki, o bizə tez gəlir. Nə zaman? Bu şəkildə fərqləndirəsiniz. Yəni, bəzən zaman, bəzən də tərzi hərəkət anlamında ola bilir. Bir də fe'li bağlama ilə də qarışdırmayın bunu. Çünki fe'li bağlamanın da zaman mənası ola bilir də. Məsələn, deyirəm ki, məsələn, oxuyarkən mənə də de.
oxuyarkən, arkan, ərkən feili bağlamı. Nə zaman oxuyarkən. Bir də var deyirəm ki, məsələn, sabah zəng edərsən. Sabah zəng et. Nə zaman zəng etmək? Nə zaman sabah? Görürsünüz, bu zaman zərfidir. Amma bu nədir? Zaman məzmunlu feili bağlama. Hardan fərqləndirəcəm? Feili bağlamanın tərkibində görürsünüz, hərəkət var, oxumaq. Amma burada hərəkət var, yox. Bu zərfdə bu feili bağlamadır. Gəlirik yer zərfinə. Yer zərfləri. Hərəkətin icra olunduğu yeri bildirir. Haraya, harada, haradan suallarından birinə cavab verir. Yəni, burada təməldə hara sualı olmalıdır da. Haraya, harada, haradan. Aha. Yəni, bu suallar olmalıdır. Quruluşca sadə düzəltmə mürəkkəb olur. Sadələrə, məsələn, irəli, geri, sonra, nə bilim, ora, bura və s. Yəni, leksik şəkilçi olmasın da belə başa düşün. Yaxın, uzaq fərqi yoxdur. Düzəltmələr, təbii ki, şəkilçinin köməyi ilə. Ortalıqda, sonra aralıqda, aralıqda. Yəni, bunları gördünüzsə yaxınlıqda. Bunlar da sayılır düzəltmə, düzəltmə yer zərfləri. Bir də var mürəkkəbləri. Mürəkkəbləri də məsələn üzü yuxarı, üzü aşağı, üzü aşağı yazaq. Sonra məsələn orada burada deyirik, orada burada danışırlar. Burada orada burada sözü olur mürəkkəb yer zərfi. Və yaxud nə deyərik? Sağ sol misal üçün, nə bilim, dala qabağa, dala qabağa və belə sözləri götürürük. Səhv getdi bu. Dala qabağa sözü. Bu da belə. Mürəkkəb də bunlar gedir. Yadınızda saxlayın. Bəzən yer zərfi kimi işləyən sözlər cümlədə tərz hərəkət ola bilir. Gəlin baxaq. Misal üçün, deyir ki, o ucadan yerinə nə deyirəm? Deyirəm, hündürdən danışır. Baxın, hündürdən danışır. Fikir verin. Dedik ki, yer zərfi kimi işlənən sözlər cümlədə tərz hərəkət zərfi kimi çıxış edə bilər. Hündürdən danışır. Necə danışır? Hündürdən, yəni ucadan danışır. Ucadanla əvəz eləyə bilirəm. Deməli, nədir bu? Tərz hərəkət. Yəni, kontekstə görə fərqləndirəsiniz uşaqlar. Yəni, mətndəki mənasına görə, cümlədəki mənasına görə fərqləndirəsiniz. Ucadan əvəz eləyirsənsə, deməli, bu nədir? Tərzi hərəkət zərfi. Yadınızda saxlayın. Yer zərfi ilə məkan mənalı isimləri qarışdırmaq olmaz. Baxın, bu eksklüziv bir qeyddir. Bunu mütləq qeyd edin. Yəni, zərfdən ən çox düşən məqam budur. Yer zərfinə məkan mənalı isim. Baxın, deyirəm ki, məsələn, evim uzaqdadır. Uzaqdadır. Haradadır? Uzaqda. Uzaq görürsünüz, zərfdir. Da yerli haldır, da xəbərlikdir. Bu olacaq xəbər, o heç. Amma haradadır sualını verirəm də, yer zərfidir. Bir də var deyirəm ki, kənddə yaşayıram. Kənddə yaşayıram. Harada? Kənddə. Düzdür, harada sualını verirəm. O dəqiqə deyəcəm ki, bu zərfdir. Xeyr. Kənd nədir? Bir kəndə baxım. Kənd isimdir. Də nədir? Yerli hal. Bu isimdir. Leksik şəkilçi də yoxdur ki, deyim, burada yeni söz yaranıb. Qrammatikdir. Yəni, sözün quruluşuna təsir etmir. Yeni məna yaratmır. Deməli, nədir? Bu isimdir də. Mən niyə buna zərf deyim ki? Kənd axı isimdir. Bu da belə. Yəni, bunu qarışdırmayın. Deyirəm ki, meşədə, məsələn, meşədə heyvanlar misal üçün acdır. Acdır. Meşədə harada? Yer zərfliyi olur, amma olur isim. Buna zərf deyə bilmərəm. Bunu da yadda saxlayın. Rahat fərqləndirmə yolu bir də nə ola bilər? Ən rahat yolunu deyəcəm sizə. Yadınızda saxlayın ki, yer bildirən isimlərdə
əşya anlayışı olur və onlar uşaqlar yer bildirən varlıq kimi onları təsəvvür eləyə bilirsən. Yəni konkretlik olur onlarda. Amma yer zərflərində konkretlik olmur. Bax deyirəm ki, evim uzaqdadır. Uzaq sözünün bir konkretliyi var. Uzaq sözün belə deyim də, necə tam təsvir eləyə bilərsən? Uzağın bir şəklini çəkə bilərsən? Yox. Amma kəndin şəklini çəkə bilərsən də, düz deyil. Kənddə konkretlik var. Nə bilim, meşə sözündə konkretlik var. Amma uzaq sözündə yoxdur axı konkretlik. Və yaxud da yuxarı sözü. Yuxarı çox şeyin yuxarısı ola bilər. Konkretlik yoxdur. Amma desəm, məsələn, kursda işləyirəm. Harada? Kurs sözündə bir konkretlik var. Şəklini çəkib göstərəm ki, ha, kursda. Aydındır? Yəni söhbət odur. Konkretlik varsa götürürük ismə, isimdə keçmiş deyə konkret mücərrəd isim. Konkretlik varsa isimdə, konkretlik yoxdursa zərfə aid edəcəyik. Buradan da gördüyünüz kimi, bu qeydi mütləq götürün. Konkretlik varsa isim, məsələn, meşədə, yoxdursa da yer zərfi aşağıda. Növbəti qaldı sonuncu məna növü kəmiyyət zərfi. Miqdar zərfi də deyilir. Bu da çox rahatdır. Hərəkət ya da əlamətin miqdarını, dərəcəsini bildirir. Nə qədər, nə dərəcədə suallarına cavab verir. Nə qədər, nə qədər, nə dərəcədə. Nə qədəri biz hardan bilirik? Saydan bilirik, düz deyil. İndi sayla fərqləndirəcəyik bunu. Quruluşca 3 cür olur, bunu bilək. Sadə, düzəltmə, mürəkkəb. Məsələn, desəm, xeyli, nə bilim, az, çox. Bunlar olacaq sadə, aydındır. Ya da azca, bu da sadədir. Çünki ca orada ədatda bilirsiniz, köməkçilik hissəsi quruluşuna təsir etmir. Sadə sayılır o da. Düzəltmə, məsələn, dəfələrlə. Aha, sonra burada larca, lərcədə, larla, lərlə. Sonra tamamilə. Sonra nə deyərəm? Bütünlüklə. Necə bütünlüklə? Deyirəm ki, tamamilə bitirdi. Necə tamamilə? Bu da tərz hərəkət, üzr istəyirəm, kəmiyyət gedir. Düzəltmə təbii ki. Ya da qismən. Necə qismən? Nə dərəcədə yəni? Bu da belə. Mürəkkəbinə də nəyi deyərik? Məsələn, mürəkkəbə də aid, gəlin. Məsələn, deyərik 1-ə 5. Deyirəm ki, gəlirimiz bu il 1-ə 5 artdı. Ya da deyirəm bir xeyli, bir kərə. Bir xeyli bilirsiniz də sayda da var. Bir kərə. Yəni bu tiplər azdan çoxdan, qat-qat, 5 dəfə. Bunlar həm də kəmiyyət zərfi gedir. İndi baxın, nümunə deyək. Desəm ki, sadə bir nümunə deyəcəm. Xeyli uşaq, bax, isma aiddir. Bu nə olacaq? Olacaq say. Amma desəm, xeyli işlədik, bu olacaq nə? Olacaq kəmiyyət zərfi. Çünki feilə aiddir, hərəkətə aiddir. Bu olacaq zərf. Və yaxud isimləşən sözə aid edə bilərəm. Xeyli gözəllər. Gözəl nədir uşaqlar? Gözəl sifətdir də, sadəcə isimləşib. İsimləşdiyinə görə də xeyli burada axı ismi və isimləşənlər təyin edir say. Ona görə deyəcəm say, miqdar say, qeyri-müəyyən. Bu da belə. Sonra, gələk nəyə uşaqlar? Zərf və digər nitq hissələrinə bağlı ortaq sözlər deyim, 1-2 dənə nümunə deyim sizə. Baxın, gecədir, gündüzdür, gün ortadır, səhər və axşam. Bu sözlər, burada qeyd edirəm. Bax, bunlar həm isim, həm də zərf olur. Yerinə görə ikisi də olur. Gəlin, baxaq necə. Məsələn, deyirəm ki, məsələn, qışda gecələr maraqlı olur. Maraqlı olmaq feilli, qışda nə zaman? Zaman zərfdir. Gecələr nə? Burada olacaq isim. Bir də var, deyirəm ki, gecələr bura təhlükəlidir. Baxın, nə zaman gecələr? Görürsünüz? Burada da zaman sualına cavab verir, nə vaxt sualına cavab verir. Burada olacaq zərf. Yəni, sualı ilə fərqləndirəcəyik. Bax, bu sözlərin hamısına aiddir. Gecə, gündüz, gün orta, səhər, axşam. Hamısını, yəni, eyni tip cümlədə görə bilərsiniz.
Və yaxud deyək ki, sifət və zərflə ortaq sözlər var. Bayaq dediyi yaxşı, pis, sonra gözəl var, qəşəng var, cəld, aydın, tək məsələn. İndi təkə aid bir nümunə deyim. Deyirəm ki, tək uşaq. Bunu bəzən say götürürlər. Olmaz. Nə olsun tək burada bir anlamındadır. Dəxli yoxdur. Tək burada necə sualına cavab verir? Tək deyə sayımız olmadığına görə bu olacaq sifət. Tək uşaq, amma desəm tək oturub burada feilə aiddir deyə bu olacaq zərf. Tərzi hərəkət zərfi. Və yaxud, məsələn, deyirəm ki, nə deyək? Cəld ayıldı. Necə? Cəld. Burada olacaq zərf hərəkətə aiddir. Amma desəm cəld uşaq olacaq təbii ki, sifət. Bu da belə. Sonra sayla ortaq cəhəti. Sayla zərf olan sözlər. Məsələn, az var, çox var, xeylidir, nə bilim, bir qədərdir, bir xeylidir, birazdır, biraz, bir xeyli, bir də, nə demədim, çoxlu. Aha. Bax, bunlar iki məqamda da işlənir. Sayda, zərfdə. Say ismə aid olur, zərf feilə aid olur. Gəlin baxaq. Deyirəm ki, məsələn, başqa bir söz dedək. Məsələn, biraz adam desəm, bilirsiniz də birazdan sonra təkdə gəlir isim. Say olur bu. Amma desəm, biraz yedi, feilə aiddir deyə bu olacaq zərf. Bax, bu da bu qədər sadə. Uşaqlar, bir də, düzdür, mən sizə qoşmanı keçməmişəm, amma bilin ki, yenə də fərqləndirə biləsiniz. Qoşma və zərflə ortaq olan sözlər var. Necə fərqləndirəcəyik? Gəlin baxaq. Məsələn, əvvəl sözü var, nə bilim, sonra var, qabaq var, zaman bildirən sözlər var. Bura nöqtə qoyuram. Əsas bunun məğzini tutun. Uşaqlar, qoşma bilin ki, ismin hallarına qoşulur. Amma zərfin belə bir məcburiyyəti yoxdur. Bax, məsələn, deyirəm ki, səndən əvvəl mən gəldim. Bax, görürsünüz, burada əvvəl sözü hara qoşulub? Dan-dən şəkildisinə qoşulub da, hala qoşulub. Burada olacaq qoşma. Amma bir də deyirəm ki, elə deyirəm, əvvəl mən gəldim. Hansı bir hala qoşulub? Yox. Ona görə burada olacaq nə? Zərf. Amma birincidə oldu qoşma. Və yaxud təkcə əvvələ sonraya aid deyil. Sonranı da belə işlədə bilərsiniz. Səndən sonra mən gəldim ya da deyirəm ki, sonra mən gəldim. Bu formada. Və yaxud, məsələn, uşaqlar, işlədərik necə tək sözünə aid. Tək sözünə gəlin baxaq. Deyirəm ki, qoşma kimi olur, deməli, o bənzətmə qoşmasıdır. Baxın, deyirəm ki, quş tək uçur. Quş tək uçur, özdə bitişik yazılır tək ecaldı deyə. Necə uçur quş tək? Burada bənzətmə qoşmasıdır. Amma deyirəm ki, tək oturub. Burada olacaq zərf, çünki feilə aiddir. Necə sualına cavab verir, görürsünüz? Bax, belə fərqləndiririk. Sonra düz, məsələn, deyirəm ki, düz ədat kimi işlərində. Deyirəm, düz yanımda oturub. Düz yanımda oturdu. Bax, burada görürsünüz, düzü çıxarsam məna zəifləyir. Yanımda oturdu. Düzü qoyuram, düz yanımda oturdu. Bu olur ədat. Suala da cavab vermir, köməkçidir çünki. Amma bax, desəm, düz otur. Necə otur? Bu olacaq nə? Zərf. Tərzi hərəkət zərfi. Bax, belə fərqləndirəsiniz. Sonra doğru sözü var. Deyirəm, mənə doğru gəl. Ya da deyirəm, evə doğru. Görürsünüz, hala qoşulub. Olur qoşma. Amma deyirəm ki, insafın olsun, doğru danış. Məsələn, doğru danış. Necə danış? Bu olacaq zərf. Bax, belə fərqləndirəsiniz. Feili bağlama ilə bağlı nəyi deyə bilərəm? Bunu feili bağlamada da izah eləmişəm. O videoya da baxın. Yenə təkrar izah eləyirəm. Məsələn, qoşa sözlər var. Dönə, dönə, nə bilim. Bunu demişəm əslində. Tikə, tikə. Başqasına aid nümunə deyəcəm bu dəfə. Fərqlilik olsun. Ya da nə bilim, qoşa-qoşa sözləri var ki. Mən tikə, tikən deyəcəm bu dəfə. Çünki o biri videolarda izah eləmişəm. Bax, tikə-tikə sözün götürək. Əgər parça-parça hissə mənasında olsa, zərf olur. Məsələn, deyirəm ki, məsələn, əti
tikə-tikə doğradı. Baxın. Aha, belə. Bir də var deyirəm ki, məsələn, nə deyim, parçanı tikə-tikə, danışma. Baxın. Bax, hansında tikmək anlayışı var? Burada var da, düz deyil ikincidə. Tikmək sözüdür. Burada ədə şəkilçidir. Deməli, bu nə olacaq? Feili bağlama. Eyni feili artırılıb. Amma bax, əti tikə-tikə doğradı. Burada tikə sözdür elə. Burada burada şəkilçi deyil. Ona görə bu olacaq zərf. Çünki hissə parça anlamını ifadə edir də. Yəni hissə doğradı. Amma parçanı hissə danışma elə şey ola bilər? Yox. Deməli, ikinci feili bağlamadır. Bax, burada da diqqətli olun. Zərfin morfoloji təhlilinə gəlincə də uşaqlar. Morfoloji təhlil deyəndə nəyə fikir verirsiniz? Ümumiyyətlə, bütün nitq hissələrinə aiddir. Quruluşuna baxırsınız. Morfoloji təhlildə. Mənaca növün soruşur. Bu aiddir, məna növü. Məsələn, tutaq ki, zərfin məna növləri var. Sayın məna növü, nə bilim, ismin məna növü, toplu isim, konkret mücərrəd. Yəni, bu gedir quruluşca, daha doğrusu quruluşca deyirəm, morfoloji təhlilə. Bir də uşaqlar, nitq hissəsinə baxırsınız təbii ki, bu da morfoloji təhlilə gedir. Təbii olaraq bir də cümlədə rolu. Cümlədə rolu, yəni mübtədadır, xəbərdir, zərflikdir, bunlara baxırsınız. Bir də nümunə deyim, bundan da bitirək artıq. Deyirəm ki, ilbəil dəyişmisən. Qısa bir cümlə dedim, sizi yormayım. Bax, ilbəil və dəyişmisən. Bu sözlərin morfoloji təhlilini desə, bizdən deyək ki, soruşur zərfin morfoloji təhlili. Burada nədir? İlbəyildir. Nitq hissəsi olaraq zərfdir. Mürəkkəbdir, quruluşu. Zaman zərfidir. Cümlədə rolu zərflikdir. Nə zaman sualına cavab verir? Yazıram zərflik. Və də deyirəm ki, sualı da nə zaman? Bax, qutardı. Bu, bunun olur nəyi? Morfoloji təhlili. Bu qədər sadə. Uşaqlar, artıq videonu sonlandırıram. Ümid edirəm ki, işinizə yararlı olar, bilmədiyiniz məqamlarda öyrənmiş olarsınız. Nəsə yenə də qaranlıq bir məqam olarsa, yəni beynimizə takılan ya da bilmədiyiniz bir məqam olarsa, mütləq şərh bölməsində qeyd eləyərsiniz, mən sizə geri dönüş eləyəcəm. Hələlik.